Paytaxt Bakıda hər ötən gün abadlıq və quruculuq işlərinin daha geniş vüsət almasına baxmayaraq, bir çox problemlərin mövcudluğu şəhər sakinlərini hələ də narahat edir. Bəzən quruculuq işlərini həyata keçirən şirkətlər sakinlərin narazılıq obyektinə çevrilir. Asif Məhərrəmov küçəsi 15 ünvanında yaşayan sakinlərin də şikayəti həmin ərazidə binaların fasad hissəsini yenidən quran Global Construction şirkətindəndir. Prezidentin sərəncamına əsasən binaların üz görünüşü, dam örtükləri dəyişdirilir. Və bizim binanın da dam örtüyünü dəyişdirmək əvəzinə gördüyünüz kimi bu vəziyyətə qoyublar. Damın dəyişdirməsinlər deyənə damı belə pis vəziyyətə qoyublar ki, dam dəyişilməsin. Və damdan da neçə metr hündürlüyə qaldırırlar ki, dam örtüyü yəni görsənməsin deyənə yəni ki, buradakı görsənən bu eyibləri gizləsinlər də. Sakinlərin sözlərinə görə bir həftə öncə işə başlayan şirkətin işçiləri binaların fasad hissəsini və dam örtüyünü təmir etməli olsalar da, hələ də bir nəticə hasil olmayıb. Əksinə binadan hündür dəmir konstruksiyalar quraraq dam örtüyünü zədələyiblər. Sakinlər deyir, az da olsa yağış yağsa, mənzilləri su ilə dolacaq və yaşayış mümkün olmayacaq. Bunun abisovkasını elə dəyişirlər. Damın dəyişməlidirlər, dəyişmirlər. Bunun nə maddi marağı var ki, 2 metr qəlbilindən qaldırır ki, damı gizləyir bu. Yaxşı, damı dəyişmirsən. O şivelərinə dirib, divara dirəmsən, dəmir aramızı kəsmirsən, yağan yağışlarımız bu dəqiqə evin içindədir. Burada işləyənlərə demiş ki, deyir ki, düzəldəcəyik. Sonra düzəldəcəyik. O da ki, abisovka vurulandan sonra heç cür mümkün deyil. Nə o qoymaq ora, nə dəmir vurmaq ora. Dəyişmirsən, heç dəyişmə günü. Dəmirini niyə cırıq-cırıq eləmişsən hamısın? Çəkin baxın, hər tərəf quru qoy, cırıqsın. Bütün yağan yağışda evin içindədir. Ərazidə çəkiliş apararkən 40-dan artıq ailənin yaşadığı ünvanda təmir və yenidən qurma işlərini həyata keçirən şirkətin əməkdaşı bizimlə telefon əlaqəsi saxladı. Özünü sahə rəisi kimi təqdim edən Əbdülrəhim Əzizov sakinlərin narazılığına heç bir əsasın olmadığını bildirdi və mövcud problemin tez bir zamanda aradan qaldırılacağına söz verdi. İndi Asif Məhərrəmov küçəsi 15 ünvanında yaşayan sakinlərin yeganə çıxış yolu səbr etmək və sahə rəisinin verdiyi sözü yerinə yetirəcəyi günü gözləməkdir. Ümid edirik ki, Global Construction'ın əməkdaşları öz işlərini layiqincə görərək sakinləri narahat edən problemləri tezliklə həll edəcəklər. Müşfiq Tofiqoğlu, Ceyhun Əlizadə, Azad xəbər.